İranın nüvə obyektlərinin vurulması və yaxud da onun inkişaf edib o müharibənin başlanıcı, o bombardımanın hərbi, bəlkə də quru hərbi əməliyyatlar edəcəklər. Hər hansı bir formada İran üzərində hər hansı bir hərbi əməliyyatlara çevrilməsi bütövlükdə hansı prizmadan baxaq, bu bizim üçün uyğunsuz bir haldır. Bizim üçün lazım olmayan bir haldır. Ən öncə onu deyək ki, orada 10 milyonlarla soydaşlarımız yaşayır. Bunlar Azərbaycan türkləridir. Onlar bizim qardaşlarımız, bacılarımızdır. Bu bizim belə deyək də üçün xoş deyil ki, bizim soydaşlarımızın yaşadığı dövlətin ərazisində belə bir hadisələr baş verə bilər. İkinci, əgər hərbi müdaxilə tək nüvə obyektlərinin bombardıman edilməsi ilə yekunlaşmayıb, belə deyək, quru əməliyyatlara keçərsə və başqa bir formada hərbi əməliyyatlar baş tutarsa, bu İrandan böyük insan axını demək olacaqdır. Ukraynaya baxın, gözümüzün önündədir. Ukraynada zamanı ilə 50-52 milyon insan yaşayırdı və bugün artıq o insanların yarısı yoxdur. Müharibə başlayandan sonra 15-16 milyon insan Ukraynanı tərk edib. Yəni bu müharibənin qaydalarıdır, bu müharibənin verdiyi, belə deyək, dırnaq arasında bəhrələr, nəticələr. Yəni, təsirləridir ki, bu insanlar yaşamaq istəmir o şəraitdə. Hər insan o zülmə, o əziyyətə, o risklərə, o təhlükəyə dözüb vətəndaş olaraq öz vətənində qala bilmir və vətənini tərk edir. Baxın, hara tərk etmək mümkündür? Şimali Azərbaycana, bizə, sərhəddəyik. Bunlar bizim qardaş və bacılarımızdır. Ona görə siz soruşursunuz, nə təhlükə ola bilər? Təbii ki, regional bir fəlakət ola bilər, humanitar bir fəlakət ola bilər. Humanitar böhran yaşana bilər, bəli. Biz heç arzulamırıq ki, İranda bu hadisələr baş versin. Nə baş verəcəksə, o sülhlə baş versin. Yəni, sakitliklə baş versin, minimum itkilərlə baş versin, laf hakimiyyət dəyişikliyi olsa belə, minimum itkilərlə baş versin və bizim oradakı soydaşlarımız, qardaş və bacılarımız daha rahat, sərbəst yaşaya bilsinlər, normal həyat tərz sürə bilsinlər. Bugün İran bütövlükdə, dedim mən, səfarət içindədir, Züleyxa xanım. İnsanlar çox ağır, acınacaqlı sosial durumda yaşayırlar. Mənim əlaqələrim var, danışıqlar edirəm, insanların həyat tərzini, vəziyyətini, durumunu soruşuram. Yəni, gerçəkdən çox ağırlı bir vəziyyətdir. Bu da hamısı nəyin nəticəsidir? İranın bütün regionda apardığı siyasətin 300 milyar son 20 ildə o proksilərin yaranmasına, formalaşmasına, yaşamasına pul xərcləmiş 300 milyar dollar. Bunlar İranın içində bilirsiniz, bu nə böyük bir puldur bu. Nələr etmək mümkündür insanların həyat və sosial şəraitini yaxşılaşdırmaq üçün. Ona görə, təbii ki, biz də arzu edirik ki, orada məsələlər elə yekunlaşsın ki, elə bitsin ki, bu ağrı, acı, belə deyək də, çox olmasın. Ən azından bizim qardaş bacılarımız üçün ən azından və digər tərəfdən də regionda bir humanitar fəlakət yaşanmasın. Çünki biz də bunun sərhəddindəyik.